Mənim bir önceki videolarıma baxmısansa, bilirsən ki, orada qeyd etmişdim ki, təlimlərdən öyrəndiyim bir neçə texnikanı planlamaya aid, öz işlərinizi inkişaf etdirə bilməyinizə aid bir neçə texnika bilirəm. Onların hamısını bir-bir paylaşacağam demişdim. Onlardan birini keçən həftələrdə paylaşdım, WOOP texnikası. Onu da şərhə qeyd edəcəm. Əgər baxmaq istəsən, mütləq ona da bax. Çox gözəl bir texnika idi o. Və bugün ikincisini paylaşıram. Mind map. Deməli, normalda türklərdə beyin fırtınası deyilir deyəsən, bizdə də zehin xəritəsi olaraq bilinir. Bu texnikanı öyrənəndə əslində necə sadə, amma necə həqiqətən fərqlilik yaradan bir şey olduğunu hiss eləmişdim. Bununla ilk dəfə bir işimi planlayanda həqiqətən çox şey fərqinə varmışdım. Yəni ağlıma gəlməyən bir çox şey ağlıma gəlmişdi. Ona görə tam olaraq bugün sənə bunu pulsuz şəkildə deyirəm. Sənə sadəcə o qalır ki, öz işlərini, öz planlarını bu texnika üzərində işləyəsən. Ümumiyyətlə bu texnikaların hamısını çoxunda eyni məqama toxunulur və hər birində ortaq cəhət olaraq gördüyüm tək bir şey var ki, o da kağız vərəq üzərində işləyib o problemi, həllini gözlə görüləcək şəkildə qeyd etmək. Bu bizə həqiqətən çox şey qazandırır. Problemi düşünmək yerinə görmək lazımdır. Gözlərimizlə oxumaq lazımdır. Bu çox şey dəyişir insan həyatında. Mind map çox sadədir. Mərkəzə problemi yazırsınız. Məsələn, deyək ki, sağlam yaşamla bağlı bir yola çıxmaq istəyirəm, artıq daha sağlam yaşamaq istəyirəm. Onun üzərində bir neçə budaqlara ayıracağıq. Nə demək istəyirəm? Məqsədimizi ortada yazdıq. Onun üçün nələr eləməliyik, nələr eləyə bilərik, onu ətrafında xırda-xırda yazmağa başlayırıq və onları xətlər şəklində birləşdiririk əsas məqsədimizə. Çalışın onları kənarda yazdığınız digər şeyləri dairələrə alın və bu dairələrə rəngli qələmlərlə etsəz daha əyləncəli, daha maraqlı olar. Mən elə eləmişdim. Qeyd edirsiniz. Məsələn, məqsədimiz sağlam yaşamdır. İndi onları əsas budaqlara ayıracağıq. Burada ehtiyacımız olan şeylər nədir? Qidalanma, yuxusuzluq və stress idarəsi, düzdür? Və düşündükcə bir çox şey tapırsınız zaten. Bunun üzərində bir balaca düşünə-düşünə işləmək lazımdır. Çünki düşündükcə ağlımıza bir çox şey gələcək və mən bunu şoka girmişdim həqiqətən. Bunu qeyd etdiniz və o budaqları da budaqlara ayırın. Məsələn, qidalanma yazdınızda, düzdür? Sağlam yaşam yazdıq, qidalanma yazdıq. Qidalanmanı da budaqlara ayırmalıyıq. Orada da nələr qeyd edəcəyik? Ona da budaq olaraq ayıracağıq ki, meyvə-tərəvəz yemək, yağlı yeməklərdən uzaq durmaq, çörəyi azaltmaq və s. özünüzdən nələr eləmək istəyirsə, onları qeyd eləyəcəyik. Bu şəkildə bunları da yazdıq. Onların da nə budağa çıxırsa, onları da onlara budaq şəklində ayırmalısınız. Siz bunu elədikcə ağlınıza edə biləcəyiniz başqa şeylər də gələcək, başqa variantlar da gələcək. Məsələn, mən bunu ilk başlarda UX təlimimdən sonra eləmişdim, özümü inkişaf etdirməyim üçün və özümü necə inkişaf etdirəcəyimi həqiqətən bilmirdim. O hər kəsdə olur, bir təlimi alırsan, o təlim bitir və artıq sən müəllimdən, hər şeydən uzaqlaşıb öz başına tək qalırsan və sudan çıxmış balığa dönürsən, türklərin deyimi ilə. Həqiqətən hardan başlayacağını, necə başlayacağını, nə edəcəyini bilmirsən. Çünki bu işdə təzəsən və həqiqətən təcrübəsizsən. Necə başlayacağını, necə öyrənəcəyini bilmirsən. Mən bu texnikanı eləyəndə əslində heç ağlımda yox idi, amma çox sadə bir şeydir də. ChatGPT ilə məsləhətləşib yeni suallar mənə sınaması üçün suallar verə bilərdi. Hər gün bir mövzu seçərdik, onun üzərində öyrənərdim. Yəni bunu eləyə bilərdim də, doğrudur. Amma bunu ağlıma gəlmirdi. Bu ağlıma gəlmirdi və mən bunu işləyəndə yazdım ki, UX UI-da daha professional olmaq istəyirəm. Onun ətrafını başladım, yazdım. Bunun üçün mənə nə lazımdır? Təcrübə lazımdır, yeni layihələr yığmalıyam, yeni şeylər öyrənməliyəm, özümü inkişaf etdirməliyəm və onların ardından yeni şeylər öyrənməliyəmə daha bir şey əlavə elədim ki, məsələn, hardan nə öyrənə bilərəm? İlk ağlımda yaranan sual bu idi. Yəni necə inkişaf edə bilərəm? Bəli, bu sualı özümüzə veririk, amma bunu real şəkildə gözümüzün önündə oxuyanda artıq insanın beyni avtomatik bunu düşünür ki, bunun üçün nə edə bilərəm? Bunu hardan öyrənə bilərəm? Və avtomatik düşünürsən ki, ChatGPT var, Google var, başqa bir çox yer var ki, məsələn, mən onunla bərabər özümü inkişaf etdirə bilərəm. Və bu ağlıma gəldiyi an ondan başqa fikir doğur, ondan başqa fikir doğur və ondan başqa fikir doğur. Bu şəkildə özünə o qədər fərqli yöntəmlər tapa bilirsən ki, artıq bir problem üçün bir çox nəticən olur, bir
çox fərqli fikrin olur və bu yolda sənin işini daha da asanlaşdırır. Amma VUP texnikasında əsas məqsədimiz o idi ki, orada qarşımıza çıxacaq maneələri öncədən həll eləmək idi. O biraz gələcək yönümlü idi. Bu indiki zamana aid bir şeydir. Çünki hal-hazırda edə biləcəyimiz və gələcəkdə nə edə biləcəyimizlə bağlı idi. Amma VUP texnikası birbaşa gələcəkdə yaşaya biləcəyimiz problemlərə yönəlik idi. Və mən VUP texnikasını ən çox sevdiyim texnikalardan biridir. Həqiqətən çox gözəl texnikadır o. Dediyim kimi rəylərdə qeyd edəcəm. Mütləq və mütləq ona da baxmağı unutma. Bu şəkildə qısa olaraq sizə izah eləməyə çalışdım. Ümid edirəm ki, aydın oldu. Əlavə nə sualınız olarsa, nə zaman istəsəz rəylərdə yaza bilərsiniz. Özünüzə çox yaxşı baxın. Əgər işinizə yaradırsa abunə olmağı unutmayın. Bir də bəyənsəz çox qəşəng olar. Özünüzə çox yaxşı baxın. Sizi çox öpürəm. Hələlik.